Salam uşaqlar, hər vaxtınız xeyir. Suallarınıza baxaq. Mənə atdığınız nömrələr bunlar idi, başa düşmədikləriniz. Deməli, 13-cü sualdan baxaq. Deyir, y ədədini 4-ə böləndə qalıqda 3 alınır. Y kvadratı üstəgəl 3y üstəgəl 8-i 4-ə böləndə qalıq neçə alınır? Deməli, məsəl üçün 13-cü sualdan baxırıq da. 125 vurulsun 376. Bu ədəd olsun. Bu 370 neçə? 76 olsun. Problem yoxdur. Bu ədədi deyir ki, tutaq ki, 5-ə bölünməsindən alınan qalığı tap. Bizim qaydamız nə idi? Bu tip misallarda ləğv eləyirdik, yerinə qalığı götürdük. Buranı silib yerinə məsələn götürəcəyik 0 vurulsun. Bunu da 5-ə böləndə qalıqda 1 düşər. Çünki sonu 6-dırsa, sonu 5 olsaydı bölünərdi. Qalığımız deməli 0 düşəcək. Eyni qayda ilə 4-ə bölünmə qaydasına baxaq. 4-ə bölünmə qaydasında da 124 4-ə bölünür. Qaydamız var ki, son 2 rəqəmi 4-ə bölünənə də 4-ə bölünür. Deməli, 24 bölünürsə qalıqda 1 düşəcək. Vur, 376-da 76-nı 4-ə böləndə deməli, qalıqda düşər 2. 2 qalığı 2 düşər. Bu da həmin qaydadır. Deməli, biz nə edirik? Ədədin özünü ləğv edirik, yerinə qalığı götürürük. Həmin qayda ilə 13-cü sualda y ədədini 4-ə böləndə qalıqda 3 alınırsa, harada y görürüksə yerinə 3 yazırıq. Onda oldu 3-ün kvadratı üstəgə 3 vurulsun 3 üstəgə 8. Bunun 4-ə bölünməsindən alınan qalığı istəyir. 9. 9-un üstünə 9 gələndə 18. 18-in üstünə 8 gələndə 26 eləyər. 26-nı da deməli 4-ə böləndə alınan qalığı deyir. Burada da qalığımız 2 düşür. 13-cü sualın cavabı oldu 2. Gələk baxaq 15-ci sualımıza. 15-ə baxaq. 15-də deyir ki, rəqəmlərindən istifadə etməklə əmələ gələn bütün 2 rəqəmli ədədlərin cəmini tapın. Burada bir problem var. Verməyib hansı rəqəmlərindən istifadə etməklə, yəni düşməyib. Qarşıda verməlidir ki, məsələn 1, 3, 5-dən istifadə etməklə. Əgər rəqəmlərindən yox, cümlə dəyişib rəqəmlərdən istifadə etməklə olarsa, biz bilirik ki, rəqəmlər 0-dan 9-a qədər olandır. Ən kiçik 2 rəqəmli ədəd 10-dur, ən böyük 2 rəqəmli ədəd də 99-dur. Ondan 99-a kimi ədədləri toplasaq, 10, üstəgəl 11, üstəgəl 12 bu qaydadır. Ümumiyyətlə ədədlərin toplanma qaydasını sizə deyim. Axırıncının deməli üstünə gəlirsiniz birincini, bölürsünüz 2-yə, vurursunuz bunların sayına. Bu düsturdur. Bu düsturu bilmək vacibdir. Deməli, 99-dan 10-a kimi neçə dənə ədəd var? 99-dan 10 çıxanda 89, üstünə də 1 gələndə 90 dənə də ədəd var. Vuraq 90-a. Bir dəfə 45 dəfə. O zaman 99-un üstünə 10 gələndə 109-u 45-ə vuracaq. Cavab nədirsə o alınacaq. Amma yenə deyirəm, bu misalda mexaniki səhv gedib. Bax, bunu qısa bir nümunə olaraq sizə göstərirəm. Qısa bir nümunə olaraq sizə göstərim. Bu vacib sualdır. Yəni, bu ədədlərin cəminin tapılması qaydası. Gəlin buna baxaq. Məsələn, deyirəm ki, 1-dən 7-yə qədər ədədlərin cəmini tapdıq. 1-dən 7-yə kimi ədədlərin cəmini tapaq. Bu o deməkdir ki, 1 üstəgəl 2, üstəgəl 3, üstəgəl 4, üstəgəl 5, üstəgəl 6, üstəgəl 7. Bu belə deməkdir. Bunu da tapanda bu elədi 10, bu ikisi də elədi 10, 20, 25, 27, 28. Cavab elədi 28. İndi mən dediyim üsuldan baxaq. Axırıncının üstə birincini gəlirsiniz. Bölürsünüz 2-yə, vurursunuz sayına. 1-dən 7-yə kimi neçə dənə ədəd var? 7 dənə ədəd var. Bundan bunu çıxıb üstünə 1 gəlmə qaydası ilə də sayla da baxsaq 1, 2, 3, 4, 5, 6, 7. 7-nin üstə 1 gələndə 8. 8-i 2-yə böləndə 4, 4 dəfə 7, 28. Görürsünüz, həmin qayda ödənir. Sonra biz gələk baxaq. 13-cü sualımızı yazdıq, 15-i yazdıq, 16-cı suala baxaq. AB çıxılsın, bu da çox yaxşı sualdır. BA bərabərdir -9 olarsa, AB-nin ala biləcəyi ən böyük və ən kiçik qiymətin cəmini tapın. 16, 18, 19 gələcək. Ekranı təmizləyim. 16, 18, 19. Deməli, 16-cı sualda
AB çıxılsın bizə deyir ki, BA bərabərdir -9-a. Yadınızda saxlayırsınız ki, məsələn, ardıcıl 21 bir-birindən bir vahid böyük olan ədədlərdən, rəqəmlərdən düzəlmiş ədədlərdən onun tərsinə, rəqəmlərini yerin dəyişəndə alınan ədədi çıxanda həmişə 9 qalır. Həmişə mütləq belə olmalıdır. Burada isə məsələn belə deyək, 32-dən 23-ü çıxanda, 98-dən 89-u çıxanda həmişə bir-birinin ardıca gələn rəqəmlərdən düzəlmiş ədədlərin yerini dəyişib çıxdıqda alınan cavab 9 olur. Bunu yadınızda saxlayırsınız. Bizdə isə -9 olduğuna görə deməli tərsinə kiçikdən böyüyü çıxıb. Deməli 12-dən çıxıb 21-i ki, cavab eləyib -9. Bundan kiçik ədəd yoxdur da. 0-1 ilə olsaydı belə iki rəqəmli ədəd yoxdur. Ona görə ən kiçik ədədimiz oldu bu. İndi ən böyüyünü tapaq. Ən böyüyü isə 89-dan 98-i çıxmaqdır da. Bundan böyüyü yoxdur. Ən böyüyü də 89. Bu ikisinin bizə cəmini deyir tap. Bu ikisinin də cəmini tapanda cavab eləyər 101. 16-cı sualımız idi. Sonra bizdə var idi 18-ci sual. Baxaq 18-ci sual necədir? Deyir ki, AB üstəgə BA bərabərdir. Misalın özünü köçürüm. BA bərabərdir. 88 vurulsun, açıq B. Bunu açsaq, 10A üstəgəl B, üstəgəl 10B, üstəgəl A bərabərdir 88, açıq B. Burada 10A ilə 1A-nı toplayanda 11A üstəgəl 11B bərabərdir 88, açıq B-yə. 11-i mötərizə xaricinə çıxartsaq, A plus B bərabərdir 88 vurulsun A minus B-yə. Hər tərəfin 11-ə bölsək, burada qalacaq 8. Deməli, indi buradan bir aydın yerdən yazım. İndi bizə deyir ki, deməli, bizim misalımız belə qaldı. Bizim misalımızda qaldı. A üstəgəl B bərabərdir 8 vurulsun, açıq B. Mötərizəni açsaq, A üstəgəl B bərabərdir 8 açıq 8B. Mötərizənin qarşısı paylama qanunu hər birinə vurulur. A-nı A-nın yanına gətirək, B-ni də B-nin yanına aparaq. A müsbətdir, 8A-nın yanına keçəndə mənfi olduğuna görə bu üzdə qaldı 7A. Mənfi 8B, B-nin yanına keçəndə müsbət olduğuna görə bu üzdə oldu 9B. Deməli, burada bizim də qaydamız var ki, həmişə bunu digərinin qarşısındakidir. Bu ədəddə hər hərf digər hərfin qarşısındakı əmsala bərabərdir. Deməli, bizdə oldu A 9, B də 7. Bizə deyirdi ki, AB ədədi neçədir? Oldu 97. 97. Bu da bizim 18-ci sualımız. Bir də var idi 19. 19 var idi, 23 var idi. 19-a baxaq. 19-cu sualda deyir ki, A və B natural ədədlərin AA o deməkdir ki, yəni ya 11-dir, ya 22-dir, ya 33-dür, bu qaydadır. B-yə vuranda cavab 720 alınır. Gəlin 726 alınır. Gəlin 726-nın sadə vuruqlara ayıraq görək bunun içində nə var. 2-yə gələndə deməli 36, 3-ə gələndə 121, 121 də 2 dənə 11 deməkdir. Deməli 726-nın yerinə biz yaza bilərik. Biri 11, o birisi isə yaza bilərik 11-i 66-ya vuranda 726 eləyər də, belə eləyə bilərik. Onda bizdə A hərfi 1 oldu, B hərfi də 6 oldu. Bunların cəmini tap, 6 plus 1, 7 elədi. 23-cü sualımıza baxaq. 2A 345 deməli, ədədini A-nın hansı qiymətində 9-a tam bölünür? Çox sadə bir sualdır.
Rəqəmlərin cəmi 9-a bölünən ədədlər 9-a bölünür. 5-in üstünə 4 gələndə 9, 9-un üstünə 3 gələndə 12, üstünə 2 gələndə 14, 14-ün də üstü 4 gələndə 18 eləyər ki, bölünsün. A hərfinin cavabı 4 olar. 23-cü sualımız da getdi. Sonra bizdə hansı sual var idi? 23-dən sonra 41-ci sualımız var idi. 23-dən sonra 41-ci suala baxaq. Qarşılıqlı sadə olan A plus 5 və B. Deməli, A üstəgəl 5 ilə B qarşılıqlı sadədir. Bunların əkobu 420-dir. Əzbərdən bilməliyik ki, qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə bərabərdir. Yəni, A üstəgəl 5-i vuranda B-yə bərabər olur 420-yə. Özü də verib ki, altdan A, B üstəgəl 7B də bərabərdir 450-yə, bizdən də B-ni soruşur. Gələk, B-ni mötərizənin qarşısındakinin hər birinə vuraq açaq. A, B üstəgəl B-ni 5-ə vuranda 5B bərabərdir 420. Köçürsəm, B-ni soruşursa, sistem tənliklə eləyim, rahat getsin. Bu hissəni mənfi 1-ə vuraq. Mənfi 1-ə vuranda işarələr dəyişdi, mənfi oldu. İndi alt-alta toplayaq. Bununla bu getdi. 7B ilə mənfi 5B-ni toplayanda müsbət 2B qaldı. 450-dən də 420-ni çıxanda 30 qaldı. B də bərabər oldu 15. Vəssalam, bu qədər. Yenə də kiminsə sualı olsa, qrupa atarsınız, baxarıq.